Erdoğan nazirləri topluyor. İmamoğlu ilə bağlı iclas. Martın 24-də Türkiyədə Prezident Rəcəb Tayyib Erdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək. Report xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb. Qeyd olunub ki, əsas müzakirə mövzularından biri İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı davam edən araşdırmalar. Həmçinin şəhər meri Əkrəm İmamoğlu da daxil olmaqla korrupsiya və terrorçulara dəstək ittihamı ilə 106 nəfər haqqında davam edən istintaq prosesi olacaq. Məsələ hüquqi və siyasi baxımdan qiymətləndiriləcək. Bundan başqa, Türkiyənin terrorla mübarizəsi, Suriya və Yaxın Şərqdəki vəziyyət barədə də fikir mübadiləsi aparılacaq. Qeyd eləyək ki, daha əvvəl Əkrəm İmamoğlu həbs olunub, onunla yanaşı daha 18 nəfər haqqında həbs qərarı çıxarılıb.